Bu Avqustdur. Tarixin ən təsirli simalarından biri. Təsəvvür edin, 13-cü əsrə qədər fəlsəfədə ondan böyüyü demək olar ki, yox idi. Bəs bütün bu axtarış hardan başladı? Bircə narahat edici sualdan. Onu bu sual rahat buraxmırdı. Tanrı xeyirxahdırsa, bəs bu qədər pislik hardandır? Gənc yaşlarında o, cavabı manikeizmdə tapdığını düşündü. Onlara görə kainat sadə idi, işıq və qaranlıq, xeyirlə şərin əbədi savaşı. Amma bu cavab da onu qane etmədi və o, dərin bir şübhə içinə düşdü. Artıq hər şey şübhə edirdi. Ümumiyyətlə, nəyisə dəqiq bilmək mümkündürmü? Və nəhayət, o çıxış yolunu tapdı. Şübhə edə bilməyəcəyi tək bir şey vardı. Məhz bu fikir, yəni öz mövcudluğu, onun bütün fəlsəfəsinin bünövrəsini qoydu. O, biliyə çatmağı üç pilləli bir nərdivana bənzədirdi. Amma bir sual qalırdı. Məhdud insan beyni əbədi həqiqətləri necə anlaya bilər? Platon deyirdi ki, biz sadəcə xatırlayırıq, amma Avqustin üçün bu məqbul deyildi. Onun cavabı tamamilə fərqli idi. Xatırlamaq yox, ilahi aydınlanma. Gəlin sadə bir bənzətməyə baxaq. Gözlərimiz görmək üçün işığa möhtacdır, elə deyilmi? Bax, Avqustinə görə zehnimiz də həqiqəti anlamaq üçün ilahi işığa ehtiyac duyur. Bu nəzəriyyənin adı ilahi aydınlanmadır, yəni Tanrı zəkamızın günəşi kimidir. Maraqlıdır ki, bu nəzəriyyə həm də Tanrının varlığına dair ən güclü sübutuna çevrildi. Məntiq belədir, dəyişməz həqiqətlər varsa, deməli onları yaradan da dəyişməzdir, yəni Tanrıdır. Beləcə aydın olur ki, Avqustini həqiqət axtarışı əslində elə Tanrı axtarışıymış. Onun üçün var olmaq, bunu bilmək və bu ikisini sevmək bir-birindən ayrılmaz idi. Bəs sizcə, əgər hər şey mən varamla başlayırsa, bugün bizi hansı həqiqətlər gözləyir?